Seni kimler üzmüş kadın, saça denler düzmüş kadın. Yine götürüp derdini gemini, öz özünden küsmüş kadın. Seni kimler üzmüş kadın, saça denler düzmüş kadın. Yine götürüp derdini gemini. Çinmisən? Yaxşı çinmisən? Hə. Əla. Paltarın da xeyirli olsun. Qəşəng paltarın var. Çok sağ ol, ellerin var olsun. Allah həvəsini versin Sağ səninlə. ol. Allah ondan razı olsun ondan. Saçın da kraskalamış. Hamıdan. Şükürsən bütün. Ya Allah. Salam olsun. Bibi necəsiz? Nə var, nə yox bibi? Yaxşısınız? Salam nənəcan. Bax, əməlli başlı düzəlmisən ha. Şükür Allaha. Hələ demə, hələ deyəndə daha da düşünürəm. Oturup bilmirəm. Ya şükür eləyirəm də, deyirəm yaxşısan yəni. Dostlarım, tanıdınız da nənəni? Neftçilərdə qalan nənə. Qonşusu sağ olsun, baxır. Bax, hal-hazırda buradadır. Qəşəng baxın, paltarın alıb, saçın qəşəng Çok sağ ol, darıyıb. ellerin var olsun. Allah sizdən razı olsun. Sizdən də Allah razı olsun. Simizdirməyin, ayaq olsun, hamısını o edir. Sağ olsun, var olsun. Necədir vəziyyət indi? Allah sizə Yaxşıdır, yaxşı. şükür Allah. Çox yaxşı gördüm. Çox yaxşıdır. Yəni indi hara, o vaxtlara indi hara. Bir də bir ayağım şey. amputasiya olunub. Onu mən keçən videoda göstərməmişdim. İndi göstərirəm. Bir ayaqlıdır. Nənəmiz Allah can sağlığı versin. Sağ ol. Bax, meyvəsini almısan. Hər bir şeyini eləmisən. Allah sizdən razı. Böyük bir savaba batırsınız vallah. Nənəm, yenə sənə bax o baxır da, buradan nə qədər istəsən ona verərsən. Yaxşı. Bax, gəl 100 manat sənin özünə vereyim. Çok sağ ol, mənə əsas bu lazımdır ki. Bu 100 manat da sizindir. Baxırsınız da xahiş edirəm. Götürmür amma eybi yoxdur da. Yəni yenə buna xərcləyərsiniz də, bibiyə xərcləyərsiniz. Yaxşı. Sağ O ol, sizindir Allah ki, bu razı olsun. xərcləyərsiniz, nənəmizə xərcləyərsiniz. Baxa bilərəm, buradan konfetlərindən, piçenliyindən baxım, götürüm mən də. Hamısına bax. Götürürsən, götür. Sağ ol, sağ ol. Allah köməyin olsun. Nənə, sənin bugünkü gün burada məsələn paltarların var da, batan paltarlar var, çirklənən paltarlar var. O qonşu deyir ki, biz onları əldə yuyuruq. Nənə də yaşlı adamdır da, onun tualeti var, hamamı var. Paltar yuyan maşını lazımdır bunlara. Bizə hal-hazırda uşaqlar, gördünüz mən 2 dəfə gəlmişəm, gözünüzün qabağında 200-200-də, yəni 400 manat. Allah qəbul eləsin, o halal xoş olsun. Sizlərdən istəyim nədir? Sadəcə olaraq bir dənə 300 manat, 400 manata bunlara bir dənə paltar yuyan, gətirək verək inşallah. Yaxşı nənə? Bir dənə də stol belə bağlılar. Düzdür, bura bu stollar da oturub yeyib içir. Adam sana düşürür hepsi her şeyi. Narahat olma. Bunu da həll edərəm, yaxşı? Son. Bir dənə paltar yuyanı əsas alaq, bu həll olar. Bu yüngül varı bir şeydir.